Bugün 8 Mart Kadınlar Günüdür. Ey hanımlar, eşk dolu, sevgi dolu hanımlar, sizi təbrik edirəm. Həyatın bütün çətinliklərinə baxmayaraq ayaqda dura bilən, zərif görünüb güclü dayana bilən varlıqlar. Hamınızı təbrik edirəm, həyat yoldaşlarından güc qüvvət alan, oğlundan hədiyyə alan, sevgilisindən hədiyyə alan, mən əsas özünüzə hədiyyə alan tək fanımlar, sizi də unutmadım. Həyatınız necə olur olsun, sevin özünüzü, dəyər verin özünüzə. Hər hədiyyənin öz gözəl tərəfləri var, bacarın özünüzü xoşbəxt etməyə. Dəyər verin özünüzə. Bilin ki, ən gözəl hədiyyəni Allah sizə edib və sizi qadın yaradır. Yaradan sizə yaratdı